Salam uşaqlar, bugün cimlə işləyirik və axırıncı testimizdə 9-cu sinifə aiddir. Çünki 11-ci sinif bundan sonradır və bunu da paylaşaram sizinlə. Qaldı bu mövzu. Tak, 17-ci mətnimizdir. Gəlin dinləyək, ondan sonra tərcümə edim, ondan sonra da suallarımıza keçək və videolarım davamlı olması üçün sadəcə bəyənməyiniz və abunə olmağınız kifayətdir. Başlayaq. Сейчас сложно представить жизнь людей без животных. Мы ценим животных, их преданность и дружбу. Любовь к ним – это прекрасное чувство, потому что мы дарим своим четвероногим друзьям заботу и ласку. Это чувство любви к ним помогает людям стать добрее. Животные в нашем доме – это большая ответственность. К ним надо относиться как к близким членам семьи. Мы также нуждаемся в животных, как и они в нас. Животных часто называют братьями нашими меньшими. Им обязательно нужна защита и поддержка. Сегодня на улицах очень много бездомных собак и кошек, у которых по каким-либо причинам нет хозяев. Для таких животных создаются специальные приюты. Однако в приютах иногда не хватает места для всех зверей со сложной судьбой. Людей, которые заботятся о бездомных животных, называют волонтерами. Они кормят животных, пытаются им найти хозяев, лечат за свой счет. Это и есть настоящая любовь к братьям нашим меньшим. Belə uşaqlar, deməli dinlədiniz. İndi mən o mətni deməli sizə tərcümə edim. İnsanların həyatını heyvansız təsəvvür etmək indi çətindir. Biz heyvanlarda onların sədaqətini və dostluğunu yüksək qiymətləndiririk. Onlara sevgi gözəl bir hissdir. Çünki biz yəni verməkdə onlara sevgi vermək gözəl bir hissdir. Çünki biz deməli dörd ayaqlı dostlarımıza qayğı və nəvaziş göstəririk. Onlara olan bu sevgi hissi insanlara daha xeyirxah olmağa kömək edir. Deməli evimizdə heyvanların olması böyük məsuliyyətdir. Onlara yaxın ailə üzvləri kimi yanaşmaq lazımdır. Bizim onlara deməli ehtiyacımız olduğu kimi onların da bizə ehtiyacı var. Heyvanları biz tez-tez kiçik qardaşlarımız deyə adlandırırıq. Deməli, sonra onların mütləq qorunmaya və dəstəyə ehtiyacı var. Bugün küçələrdə hər hansı səbəbdən sahibsiz qalmış çoxlu evsiz itlər və pişiklər var. Belə heyvanlar üçün xüsusi deməli sığınacaqlar yaradılır. Lakin o sığınacaqlarda bəzən taleyi çətin olan bütün heyvanlar üçün yer olmur. Evsiz heyvanların qayğısına qalan insanlara könüllülər deyirlər. Onlar heyvanları yedizdirirlər, onlara sahib deməli tapmağa çalışırlar, öz hesablarına müalicə edirlər. Deməli əsl kiçik qardaşlarımıza sevgi də elə budur. Deməli indi suallarımıza keçək. Birinci sualımız belədir. Определите основную мысль текста. Забота волонтеров о бездомных животных, deməli könüllülərin evsiz heyvanları deməli qulluğu, belə deyək də, qayğısı, взаимоотношения людей и животных, insanlar heyvanlar arasında münasibətlər, проживание животных с нелегкой судьбой в специальных приютах, aqibeti çətin olan heyvanlara xüsusi sığınacaqlarda yerləşdirilməsi. Дальше. Держать животных дома – это большая ответственность. Evdə heyvan saxlamaq böyük məsuliyyətdir. Проживание бездомных собак и кошек на улице. Küçələrdə yaşayan evsiz itlər və pişiklər, yəni sahibsiz. Deməli, əsas ideya söhbət nədən gedirdi? Əlbəttə ki, взаимоотношения людей и животных. İnsanlar və heyvanlar arasında münasibətlərdən söhbət gedirdi, düzdürmü? 70-də определите неверное утверждение по тексту. Yəni, düz olmayan cümləni belə deyək. Любовь к животным – это прекрасное чувство. Heyvanlara sevgi, deməli, gözəl bir hissdir. Дальше. Волонтеры пытаются найти хозяев для бездомных животных. Könüllülər, deməli, sahibsiz heyvanlara sahib tapmağa çalışırlar. К животным нужно относиться как к близким членам семьи. Heyvanlara yaxın ailə üzvləri kimi yanaşmaq lazımdır.
Для бездомных животных создаются специальные приюты, sahipsiz hayvanlar için sığınacaqlar yaradılırlar. Сегодня на улице очень мало бездомных собак. Bugün küçələrdə deməli sahipsiz itlər çox azdır deyə yazıbdı. Əlbəttə ki, elə deyil, çoxdur. Так, 71-də определите верный ответ на вопрос по тексту. Что люди ценят в животных? Deyir ki, insanlar heyvanlarda nəyə dəyər verirlər? İх zabotu и ласку, onlara qayğı və məhəbbəti, их защиту и поддержку, onların müdafiəsi və dəstəyi, их дружбу и любовь, onların dostluğu və sevgisi, их доброту и заботу, onların mehribanlığı və qayğısı və их преданность и дружбу, onların sədaqəti və dostluğu. Əlbəttə ki, их преданность и дружбу. 72-də. Дополните предложение информации из текста. Людям чувство любви к животным və tamamlamalıyıq. Людям чувство любви к животным, yəni insanlarda heyvanlara qarşı sevgi hissi nə gətirir də, belə deyək. Əlbəttə ki, помогает стать добрыми, yəni mehriban olmağa kömək edir. Так. Людям чувство любви к животным помогает стать добрыми. Belə. Və 73-cü sualımız. Укажите правильный вариант по тексту, yəni düzgün olan. Волонтеры не хотят лечить бездомных животных за свой счет. Bu düzgün deyil. Deyir ki, yəni belə deyək də. Yəni könüllülər deyir ki, sahipsiz heyvanları öz hesablarına müalicə etmək istəmirlər. Düzgün deyil. В приютах всегда хватает места для бездомных зверей. Deyir ki, sahipsiz heyvanlar üçün sığınacaqda həmişə kifayət qədər yer var. Yoxdur, biz bilirik ki. Так, защита и поддержка людей необходима животным. Əlbəttə ki, heyvanların insanlardan qorunmağa və deməli защита, qorunmağa və dəstəyə ehtiyacı var. Bəli, burada уже düzdür, C variantı. Так, çünki для зверей со сложностью существуют отдельные приюты. Так, çətin olan heyvan üçün ayrıca sığınacaqlar var. Так, волонтерами называют тех, кто оставил своих домашних животных в приюте. Könüllülər ev heyvanlar sığınacaqda qoyub gedənlərdir. Yox, deməli C. Защита и поддержка людей необходима животным. Так, C variantı düzdür. Və 74-də дополните предложение словами из текста. Часто животных называют. Necə deyirlər? Deyirlər ki, kiçik bizim qardaşlarımız da belə deyir. Часто животных называют братьями нашими menşimi. Bax, bu şəkildə yazmalıyıq. Belə uşaqlar, sağ olun, görüşərik.